Herkese salam. Bugün İlyas Əfəndiyevin Xoşuzban Natəvan əsərinin növbəti, yəni son hissəsini çəkirik. Kanalımızda əvvəlki hissələrin xırdalığına qədər təhlili var, izləyə bilərsiniz. Deməli, biz burada görürük artıq ikinci pərdə başlayır və 9-cu, 10-cu şəkilləri sizdə qısa məzmunu verilib. Xoşuzbandan ayrılan Knyaz Xasay onunla gizlicə görüşür. Nikahlarını təzələməyi, birlikdə xaricə getməyi xahiş edir. Xoşuzbanı vətənini atmayacağını ona təkrarən söyləyir. Onlar görüşüb həmişəlik ayrılırlar. Xoşuzbanı iftiradan yaxa qurtarmaq üçün Hidayət xanın təhdidlərinə baxmayaraq Seyid Hüseyni ərə getməyi qərarı alır. Hidayət xan Seyid Hüseyni öldürtmək istəyir. Xoşuzbanı onu xilas edir. 11-ci şəkildə nə görürük? Şahzadənin malikanəsi, Şahzadə və Məliküldövlə. Şahzadənin qabağında alçaq stolun üstündə şərab gözəsi və məzələr görünür. Deməli, Şahzadə ilə Məliküldövlə deməli onlar istəyirlər ki, Xoşuzbanı Məliküldövlə vasitəsilə, Məliküldövlə əslən Azərbaycanlıdır, adı Kərimdir. Onlar istəyirlər ki, Xoşuzbanı Şahzadəyə gəlsin və burada siyasi məqsəd güdürlər. Deməli, necə ki, Canişin Xoşuzbanı ilə izdivacla bağlı, Knyaz Xasayın Xoşuzbanı ilə izdivacı ilə bağlı siyasi məqsədi var idi. Eləcə də Şahzadə, amma bunların fikri daha məkirlidir. Şahzadənin niyyəti Məliküldövlə Azərbaycanlıdır, onu göndərir Xoşuzbanın yanına və onunla izdivac qurmaq istəyir. Bunun səbəbi də o istəyir ki, Azərbaycanlılar, yəni Xoşuzbanıya görürsünüz, yenə də Xoşuzbanı önəmli bir qadın olduğuna görə onlar düşünürlər ki, Şahzadə düşünür ki, Şahzadə İran hökmdarının qardaşıdır, amma qardaşı onu elə bil öldürtmək istədiyinə görə qaçıb bura, Şimali Azərbaycana qaçıb və o indi istəyir ki, Xoşuzbanı ilə izdivac qursun və Azərbaycanlıların, Cənubi Azərbaycanlıların rəğbətini qazansın və İranda hakimiyyətə gəlsin. Yəni Cənubi Azərbaycanlılar Xoşuzbanını çox sevirlər. Ona görə də düşünür ki, onunla izdivac qursa, ona qarşı onlar meyl eləyərlər və onlar üsyan qaldırarlar. Qardaşının yerinə bunu hakimiyyətə gətirərlər. Yəni siyasi bir məqsəd güdür. Xoşuzbanı da onun layiqli cavabını verir. Bundan sonra Şahzadə deyir ki, siz bu xan qızı Xoşuzbanının əməlinə baxın. Böyük İran səltənətinin vəliəhdini rədd eləyib, Cənubi Azərbaycandan qaçmış bir qədəyə, hansı ki Seyid Hüseyn ona pənah gətirmişdi, Xoşuzbanı onunla izdivacı ona ərə gedir. Xeyrini, şərini başa düşən deyil sənin bu Azərbaycan millətin Məliküldövlə. Baxın, Məliküldövlə eni ilə Qacar kimi, o da öz, deməli, belə deyək də, öz milli mənsubluğunu danan bir obrazda. Deyir, siz məni rəncidə xar edirsiniz, qurban, məgər məndə Azərbaycanlıqdan bir əlamət qalıb, yəni satqındır. Lakin bir həqiqət var ki, İran taxtından mənim yolum, baxın, Cənubi Azərbaycandan keçir. Cənubi Azərbaycanlılar İran şahının siyasətindən bərk incikdilər. Biz bundan qüvvə ilə istifadə eləməliyik, deyir. Düşündüm ki, İbrahim xanın nəvəsi Xoşuzbanı ilə evlənmək məni Azərbaycanlılara qohum edər. Onlar da bu ali qohumluğa binaən mənim vədlərimə inanıb taxta sahib olmağıma kömək edərlər. Özləri də vuruşmağı bacaran cəsur millətdir. Yəni bizi cəsur millət adlandırır Cənubi Azərbaycanlıları ki, onlar məni hakimiyyətə gəlməyimə kömək eləyərlər mən Xoşuzbanı ilə evlənsəm. Məliküldövlə də deyir ki, onlar rusları üstün tuturlar. Şahzadə deyir, bəs dini İslam, məgər bunu düşünmürlər? Yəni İslam dinini düşünmürlər. Məliküldövlə deyir, xeyr, qurban, düşünmürlər. Xoşuzbanı cavanları dəstə-dəstə Rusiyada təhsil almağa göndərir. Deməli, Xoşuzbanı dəstə-dəstə cavanları Rusiyaya təhsilə göndərir. Ona görə də Məliküldövlə deyir ki, onlar Rusiyanı daha üstün tuturlar bizdən. Şahzadə əsəbi azla deyir ki, nəs gətirmə baba, nəs gətirmə, siyasət əzm və hərəkət tələb edir. Günü sabah sən Xoşuzbanıya mənim adımdan qiymətli bir hədiyyə apar. Qoy elə güman eləməsin ki, mənimlə izdivaca razı olmadığı üçün ondan incimişəm. Deyir, düşünməsin ki, mən ondan incimişəm. Deyir, bəs görmədiniz, o məni necə hörmətsizliklə qovdu? Şahzadə deyir, eybi nədarət, yəni eybi yoxdur baba, siyasət tələb edir. Bu üzvə tüpürürlər, o bir üzvü çevir. Sonra Təbrizə, Əhrə, Cənubi Azərbaycanın başqa şəhərlərinə, deməli, Cənubi Azərbaycanın şəhərlərinə, Təbrizə, Əhrə, başqa şəhərlərə gizli adamlar göndərib, onlara vəd edilməlidir ki, əgər mənə kömək eləsələr, taxtaca sahib olan kimi onlara məşrutə, yəni azadlıqlar verəcəm. Yəni Cənubi Azərbaycanlılarla Şahzadə hakimiyyətə gəlmək istəyir. Cənubi Azərbaycanlıların həm sayı çoxdur, həm də döyüşkən millətdilər və düşünür ki, Təbrizə, Əhrə adamlar göndərsin, Cənubi Azərbaycanlıları razı salsın və onlar deyir, onsuz da hakimiyyətdən narazıdırlar. Mən onları özümə inandırsam, məşrutə vəd versəm, onlar mənim hakimiyyətə gəlməyimə kömək eləyərlər. Xoşuzbanıya da deyir, bir də hədiyyə apar. Deyir, axı o məni qovdu, deyir, eybi yox, siyasət tələb edir.
O da deyir, bəs qurban. Şahzadə deyir, məgər şeytanın belə ağlına gəlməyən hiylələrlə mənim qardaşımı İran taxtına çıxaran sən olmadınmı? Bu hissəni də izah eləyək. Deməli, bu Məlikül-Dövlə də hansı ki İran şahından qaçıb, bunun Məlikül-Dövləsidir, yəni köməkçisi də belə deyək, vəziri bir növ. Bu adam Məlikül-Dövlə bunun qardaşını, yəni hazırki İran padşahını hakimiyyətə 1000 dənə fırıldaqla gətirib kömək eləyib ona. O adam da hakimiyyətə gələn kimi bunu gözlərini çıxartdırmaq istəyib, qardaşını da öldürmək istəyib. Yəni hakimiyyəti şey olmasın deyə də, yəni əvəz eləmək olmasın deyə. Məlikül-Dövlə yana-yana deyir ki, amma bunun müqabilində o taxta əyləşən kimi mənim boynumu vurdurmaq istədi. Yəni şahzadə ona deyir ki, sən niyə deyir belə danışırsan da, bəyəm deyir 1000 dənə şeytanın da ağlına gəlməyən hiylələrlə mənim qardaşımı İran taxtına sən çıxartdın da. O da deyir ki, hə, o da taxta çıxan kimi mənim boynumu vurdurmaq istədi. Şahzadə deyir, bilirsən ki, anamız məni gizlincə xəbərdar etməsəydi, o xain qardaş mənim də gözlərimi çıxartdıracaqmış. Şübhələnirmiş ki, mənim taxtacda gözüm var. Eybi nə darə? Yəni hakimiyyətə gələn kimi taxtacda gözü olanlara divan tutub. Mən İran taxtına çıxan kimi səni vəzir-i əzəm eləyəcəm. Bəli, bəli, vəzir-i əzəm. İndi də Məlikül-Dövləyə əvvəllər o vədlər verib, onu hakimiyyətə gətirib. Bu Məlikül-Dövlə, daha doğrusu Məlikül-Dövlə onu hakimiyyətə gətirib ki, özü də vəzir olsun. O da hakimiyyətə gələndən sonra bunu öldürmək istəyir, boynunu vurdurmaq istəyir ki, bilir ki, bu nə qədər yəni hiyləgər adamdır. Onu hakimiyyətə gətirəndən sonra onu öldürmək istəyir. Başa düşür ki, onun taxtacda gözü ola bilər. İndi də şahzadə Məlikül-Dövləyə söz verir ki, mən hakimiyyətə gəlsəm səni vəzir eləyəcəm. İndi də bunu hakimiyyətə gətirmək üçün əlləşir. Məlikül-Dövlə də deyir, inşallah bağışlayın. İndi isə get rəqqasəni göndər bura. Qapıçıya da tapşır ki, heç kim mənim yanıma çağır buraxmasın. Hərəm başına desin ki, mən bu gecə istirahət etmək istəyirəm. Məlikül-Dövlə deyir, bəçəşim dixub. Məlikül-Dövlə çıxır, təxminə kör kamançası ilə gəlir. Kör kamançası çalır. Bunun atasıdır, təxminənin atasıdır. Təxminə rəqs edir. Muradalı gizlənib baxır. Şahzadə şərab içir və birdən qalxıb qızın biləyindən tutub özünə tərəf çəkir. Mən bu hissələri ətraflı izah edirəm, çünki sizdə ixtisarlar hədsiz çoxdur, əsər çox böyükdür. Sizdə dəhşət çox ixtisarlar var. Deməli, bu təxminə ilə kör kamançası da Cənubi Azərbaycandandılar. Muradalı da hansı ki biz üçüncü şəkildə gördük. Seyid Hüseynin xalası oğlu olan Muradalıdır. Həmən Muradalı bu Xurşudbanın atlarına baxan Muradalıdır. Bu Muradalı da bunlar ki Cənubi Azərbaycandan gəliblər, bu şahzadə, Məlikül-Dövlə, bunlara orada zülm eləyiblər. Üzr istəyirəm. Bunlara orada zülm eləyiblər. Hansı ki bu təxminəyə, kör kamançacı Muradalı kimi oğlanlara zülm eləyiblər. Ona görə Muradalı da bu şahzadəni öldürmək istəyir. Amma təxminə ilə görüşəndən sonra qərar verirlər. Təxminə ilə kör kamançası da Cənubi Azərbaycandan gəliblər. Bu təxminə rəqqasəsi də atası da kordur, kamançası da atası da kor. Həmin bu şahzadə İranda olan vaxtı, hansı ki şahzadə olan vaxtı, bu kamançasının gözlərini çıxartdırıb onun qadınını onun əlindən alıb. Həmən bu şahzadə bu kamançasının gözlərini çıxartdırıb onun qadınını onun əlindən alıb. İndi bunlar gəliblər Şimali Azərbaycanda bunu öldürməyə. Təxminə rəqs edir. Muradalı gizlənib baxır. Muradalı da sadəcə onlara kömək eləyir. Bunları öldürür. Muradalı da kömək eləyir onlara. O da çünki Cənubi Azərbaycanlıdır. Aha. Muradalı şahzadə şərab içir, birdən qalxıb qızın biləyindən tutub özünə tərəf çəkir. Yəni təxminənin. Təxminə qulağına pıçıldayır ki, Əlahəzrət, icazə verin atamı aparım yatsın, sonra gəlin. Şahzadə deyir, tez qayıt, tez. Təxminə deyir, gedək, Əlahəzrət istirahət etmək istəyir. Yəni atasına deyir. Kör kamançası deyir, Əlahəzrət, icazə verin bu qərib ölkədə vəli-nemətimiz vəliəhdin əlindən öpmə şərəfinə nail olum. Yəni deyir ki, icazə verin, onu tanımır da. Ona deyir ki, kör kamançası şahzadəyə deyir ki, icazə verin əlinizi öpüm güya. Şahzadə əlini uzadır, deyir, xob, yəni öp. Təxminə kör kamançasının əlindən tutub şahzadənin yanına gətirir. Kör kamançası fövqəladə bir cəhdliklə şahzadəni yaxalayır, boğazından yapışır. Kör kamançası Əlahəzrət, mən Savalan dağlarında gözlərini çıxartdırıb cavan gəlinini, yəni qadını əlindən aldığın Eyvazam. Deməli, bu adamın adı Eyvazdır və hansı ki şahzadə İranda olanda bunun Savalan dağlarında gözlərini çıxartdırıb onun qadınını onun əlindən alıb. Neçə vaxtdır ki, sənin ardınca diyar və diyar gəzib intiqamımı öz əllərimlə bax beləcə almağa fürsət axtarırdım, deyir. Kör geyməsinin altından çıxartdığı balaca xəncərlə şahzadəni vurur.
Muradalı səssizcə çıxaraq getmələri üçün işarə edir. Kor Təxminə və Muradalı gedirlər. Məliküddövlə gəlir. Məliküddövlə öz-özünə musiqi birdən-birə susur. Sarayda dayaq səsləri, hənirti eşidilir. Birdən-birə yerə yıxılmış şahzadəni görür. Əyilib baxır. Nə oldu buna? Dəhşət içində bir neçə saniyə susur. Elə bil qeybdən bir səs mənə deyir. Baxın, Məliküddövlə bütün səhvlərini bilən bir obrazda. Deyir ki, bu ölən sənin son ümidindir, Məliküddövlə. İmanını yandırdın. Vətənini satdın, xalqıva xəyanət elədin, hilələr, fəsadlar qurdun, şahların təhqirinə dözdün, axırıncı ümidini bu zalım əxlaq düşkününə bağladın. O da belə oldu. Ey böyük yaradan, sən ərhəmər rahiminsən. Mən üzqara bəndənin günahlarını bağışla. Yox, hiss edirəm ki, eşitmək istəmir Allah da mənim səsimi. Hara üst çevirəcəksən, Məliküddövlə? Kimə iltica edəcəksən? Yoxdur bu dünyada sənə yer. Bütün var dövlətin də bu məlunun ucbatından qaldı İranda. Heç nə götürməyə macal tapmadım. Deyirlər, əqrəb düşdüyü torda öz-özünü sancıb öldürür. Özünü öldürmək üçün əlini belindəki xəncəri aparır, amma buna da cəsarəti çatmır. Dərin bir ümidsizlik içində gözlərini yumur. Səhnə qaranlıqlaşır. Deməli, Məliküddövlə özünü öldürmək istəyir, amma buna da gücü çatmır. Deməli, uşaqlar, bir şey yadda saxlayırıq ki, Məliküddövlə niyə belə deyir? Çünki belə bayaq dediyim məsələlər. Yəni o öz bütün var dövlətini falan hamısını da qoyur İranda, qoşulur bu şahzadəyə, qaçır ki, gəlsin bunu Şimali Azərbaycanda çalışsınlar, bunu İranda hakimiyyətə gətirsinlər. Bu indi əlində heç nə yoxdur. Yəni var dövlət şahzadə, yəni şeylə qaçmışdı şahzadə ilə. Şahzadəni İranda hakimiyyətə gətirib özü də vəzir olmaq istəyirdi. Bu şahzadə də öldü. Evinə qayıda bilməz, İrana gedə bilməz. Çünki qayıtsa ora İran şahzadəsi onu öldürəcək, yəni hökmdar da onu öldürtdürəcək və s. də belə. Yəni heç nə eləyə bilməyəcək. Bu indi qaldı avara sərgərdan. Bütün ümidini bağlamışdı ki, hakimiyyətə bu şahzadəni gətirəcək, amma indi bütün ümidləri öldü. 12-ci şəkil qala rəisinin kabinəsi. İndi bu ölümü araşdırırlar. Qala rəisi Zahir bəy, bu şairdir, hansı ki satqındır. Zahir bəy fəda adadır. Mikhaylov bu müsbət bir qəhrəmandır. Sonda satqını Zahir bəyi Mikhaylov tanıdır. Bunu da qeyd eləyin. Fərəc bəy bu da əslən Azərbaycanlıdır. Zahir bəy də əslən Azərbaycanlıdır. Mikhaylov yox. Bir kənarda oturmuş Mikhaylov arası nəsə yatır. Amma bunlar ikisi də satqındır, amma Mikhaylov yaxşıdır. Yəni Azərbaycanlılar burada əslində satqınlıq eləyirlər. Öz içimizdən olan, sapı özümüzdən olan baltalardır. Mikhaylov ara sıra nəsə yazır. Yəni Fərəc bəy satqınlıq deməyək, Fərəc bəy də sadəcə ümumiyyətlə, yəni Rus hakimiyyətinə qarşı satqındır da, belə deyək. Rus hakimiyyətinin boyun əymiş bir şəxsdir. Qala rəisi əsəbi halda deyir, məsələ aydındır. Bu bizimlə İran şahının arasını vurmaq üçün təşkil edilmiş bir provokasiyadır. Bəli, provokasiya. Yəni deyir ki, qala rəisi bizlə deyir İranın arasını vurmaq üçün bu deyir bir provokasiya törədiblər. Bu nə deməkdir? O qardaşını orada öldürmək istəyirdi. Qardaşı qaçıb gəlib bura. Amma indi İran özünə yəni deyir, onlar elə bir fikirlə söylər ki, sanki bu qardaşı kimi yanaşır da. Yəni qardaşımı öldürmüsüz. Rusiya ilə arası dəyəcək bunun. Hansı ki özü öldürəcəkdi əslində onu. Qala rəisi yəni bu dövlətlər arasında münasibətləri korlayacaq bu ölümdə. Axı İran şahının qardaşını Azərbaycanda öldürüblər. Fərəc bəy də ancaq təsdiqləyir. Bu sanki Qacarın vəziridir. Daha da elədir ki var. Zahir bəy də deyir, bəndə həqiriniz də o fikirləri cənab rəis. Baxın bu satqındır, gəlib satmağa. Qala rəis deyir ki, beynəlxalq vəziyyətin indiki şəraitində bizi ittiham eləyib özünə borclu çıxarmaq üçün İran şahına bəhanə lazımdır. Görürsünüz, İran şahına bəhanə lazım idi, indi əlinə bəhanə düşüb ki, Rusları ittiham eləsin. Cənab Zahir bəy, sizcə kimlər ola bilər bu işin təşkilatçıları? Baxın, Azərbaycanlıdan soruşur, şairdən, satqından. Cənab rəis deyir ki, Zahir bəy deyir, cənab rəis, hayana çevirsən, bu cinayətin bir ucu gedir çıxır xan qızı Xurşudbanının sarayına. Fərəc bəy də deyir, dava. Qala rəis deyir, nəyə görə bu fikrə gəlmisiniz, cənab Zahir bəy? Zahir bəy deyir ki, mən dəfələrlə sizə, baxın, burada da görürük ki, Zahir bəy ilk dəfə deyil satqınlıq eləyir. Dəfələrlə satqınlıq eləyib, dəfələrlə gəlib, qala rəisinə satqınlıqlar eləyib. Sizə ərz eləmişəm ki, Xurşudbanının təşkil etdiyi məclis üz, Əlahəzrət imperatora qənim kəsilmiş, düşmən kəsilmiş, siyasi bir ocaqdır. Onlar məclis üstə şeirdən çox siyasətdən, azadlıqdan danışırlar. Axı bayaq da Seyid Hüseyn demişdi, azadlıq, həqiqi azadlıq.
Bu da bunlardan istifadə edir. Deyir ki, onlar məclis üstə azadlıqdan danışırlar. Hansı azadlıqdan? Məlumdur hansı azadlıqdan. Yoxsa dekabristlərin cinayətkar xülyaları burada gəlib çıxıb. Yoxsa qorxmurlar imperatorun divanından. Yəni qorxmurlar ki, onlar azadlıqdan danışırlar. Vəliəhd öldürülən gecənin səhəri Xurşudbanının baş mehdəri Muradalı yox olub. Muradalı isə Xurşudbanının ərə getdiyi Seyid Hüseynin xalası oğludur. Yəni bu Muradalı Seyid Hüseynin xalası oğlu olduğuna görə bu gəlir Xurşudbanının sarayına dirənir. Fərəc bəy yenə deyir, daha da elədir ki var. Qalar əsir şəhzadə öldürülən gecə həmin Muradalını onun sarayının yanında görüblər. Belə düşünmək olar ki, baxın, artıq bunlar bir senari qururlar. Özlərini sərf edən kimi. Seyid Hüseyn Təbrizin keçmiş hakimi şahzadəni öldürmək üçün Cənubi Azərbaycan tərəfindən göndərilmiş terrorçudur. Güya Seyid Hüseyn bir terrorçudur, Cənubi Azərbaycandan göndərilib. Bunu sadəcə özləri bir senari kimi qururlar. Yenə deyir, daha da elədir ki var. Mixailov qəzəblənir bu çıxışa. Deyir, Fərəc bəy, imkan verin. Qalar əsir sakit. Digər tərəfdən cənab rəis İbrahim xanın nəvəsi Mehdiqulu xanın qızı Xurşudbanının lüt bir Cənubi Azərbaycanlı qədəsinə ərə getməsi özü də çox qəribə deyil. Yəni güya burada bir iş var da, niyə ona ərə getsin, çox kasıbdır. Bu əcaib əhvalat bütün zadəganları qəzəbləndirib. Həmin Seyid Hüseynin taxtac əleyhinə necə qəzəbli nitqlər, iradlar etdiyini sizə demişəm. Deməli, onun taxtac əleyhinə danışdıqlarını da çatdırıb. Həmin hansı ki gəlir məclis üstə göşahi kimi iştirak edir, sonra da gedir satqınlıq edir. Mən öz millətimin halına yanıram, güya dırnaq içində. Cənab rəis, onlar bizi Əlahəzrət imperator nəzərinə sala bilər. Deyir ki, onlar bizi imperatorun nəzərindən salar. Bu da deyir, elədir ki, var. Yaxşı, cənab Zahir bəy, biz şəhzadənin öldürülməsi əlaqədar qalaya gələn Canişin həzrətlərini qarşılamağa getməliyik. Deməli, Canişin qalaya gəlir, Şuşa qalasına gəlir, Rus Canişini. Əlahəzrət hansı ki birinci Tiflisdə gördüyü həmən Canişin. Əlahəzrət hökuməti sizin xidmətinizi yenə də əvəzsiz qoymayacaq. Deməli, bu satqınlıqlar eləyir burada və müəyyən bir əvəz alır. Zahir bəy deyir, mən Əlahəzrət imperatorun sadiq quluyam. Rica edirəm, bu qapıdan çıxın, deyir, başa düşürəm. Bu qapıda arxa qapını göstərir ki, orada tamaşada da var. Yəni, qabaq qapıdan çıxmayın, sizi görən olar. Axı, bu satqındır. Qala rəisdir, bu qrafoman. Qrafoman uşaqlar, bilirsiniz nə deməkdir? Bacarıqsız şair. Yəni, bacarıqsız, daha bir işi olmayan şairin söylədikləridir, yazdığın Seryoja. Deməli, onlar zaten bilirlər Zahir bəy necə bir bacarıqsızdır, istedadsızdır. Deyir, bu istedadsız şairin söylədiklərini yazdım. Mixailov deyir, yazdım. Ancaq bu hərif qrafoman olmaqdan savayı həm də satqının biridir. Yəni, deyir, bu həm istedadsızdır, həm də satqındır, deyir. Həmvətənləri bunu əclaf kimi tanıyırlar. Qala rəisi deyir, bizə nə dəxli var? Zahir bəy istedadsızdır, əclafdır. Adı şairdir, qutardı. Elə deyilmi cənab Fərəc bəy? O da deyir, daha da elədir. Baxın, əslində qala rəisini burada heç nə maraqlandırmır. Qala rəis deyir ki, özünkilər satır, все qutardı getdi. Həqiqəti deyir, yalan deyir, bunun aidiyyatı yoxdur. Belə deyir, belə olsun. Mixailov da deyir ki, İvan Petroviç, mən Zahid bəy kimi şərəfsiz bir vəzifəbazın məclis üns haqqında, Xurşudbanu və onun əri Seyid Hüseyn haqqında dediklərinə inanmıram. Yəni, Mixailov burada həqiqətləri deyir. Qala rəis deyir, inanmaq lazımdır. Yoxsa Azərbaycanlıları sən Zahir bəydən daha mı Fərəc bəydən yaxşı tanıyırsan? Kim səni vəkil edib bu qaçaq quldur tuzemləri müdafiə edirsən? Bax deyir, Fərəc bəy Azərbaycanlıdır, Zahir bəy Azərbaycanlıdır. Onlar deyir, heç özləri müdafiə eləmirlər. Sən deyir, bunlar qaçaq quldur tuzemləri niyə müdafiə edirsən? Bura bax, onlar deyir, tuzem deyirlər. Bura bax, Seryoja, sən mənim arvadımın yaxın qohumu da olsan, unutma ki, dayım dekabrist kimi tutulub sürgün edir. Yəni onu bir növ sən deyir, imperator hökumətinin zabitisən. Yəni, təhdid edir onu ki, unutma da dayın tutulub dekabrist kimi sürgün edilir. Yəni, sənin də başıma bu gələ bilər. Bu demək deyil ki, Mixailov deyir ki, mən gözlərimi yummalıyam, hər şeyi kör qəbul eləmərəm, ədalət lazımdır. Qala rəis deyir ki, bizim üçün ən böyük ədalət Əlahəzrət imperatorun şərəfini qorumaqdır. Deməli, onun üçün ədalət ancaq imperatorun şərəfini qorumaqdan ibarətdir. 13-cü şəkildə biz görürük ki, artıq Xurşudbanının malikanəsidir. Xurşudbanı Mirzə Ruhullah Seyid Hüseyn deyir. Seyid Hüseyn deyir ki, Banu bəyim, əgər Muradalının elə bir qəsdi olsaydı, yəni mən bilərdim. Artıq xəbər gəlib çatıb ki, bunlara Muradalı yoxdur və ondan şübhələnirlər. Çünki onu görüblər evin ətrafında. Seyid Hüseyn deyir, o mənim xalam oğludur. Əgər belə bir fikri olsaydı, mən bilərdim. Amma həqiqətən də bilmir. Xurşudbanı deyir, təəccüblüdür. Bəs necə olub ki, Muradalı hara getdiyini deməyib? Seyid Hüseyn deyir, bu mənim üçün də müəmmalıdır, Banu bəyim. Nəvvab daxil olur. Hansı ki, müsbət xarakterli olan şair idi. Banu bəyim, başa düşə bilmirik. Bu necə məsələdir? Şahzadənin əhvalatından sonra Qala rəis
rəisinin müavini Fərəc bəy məclis ünsün üzvlərini bir-bir çağırıb sorğu-suala tutur. Ağla gəlməz qəribə şeylər soruşur, hətta qorxudur. Mamayı tələsik gəlir, hansı ki Mamayı şeir demişdi, vətənimdə vətənim yox. Banu bəyim, işlərdən xəbərimiz var, nə olub? Rəisin müavini Fərəc bəy çağırıb məni sıxma boğmaya salıb ki, sən Əlahəzrət imperatorun əleyhinəsən. Yazmısan ki, vətənimdə vətənim yox. Deyirəm, mən zülm içində olan Cənubi Azərbaycanlıları nəzərdə tuturam. Deyir, yox. Xeyr, Əlahəzrət, yəni Rus imperatoruna sataşmısan deyir. Mirzə Rəhullah da deyir, dad yarımçıq əlindən, Daşdəmir tələsik daxil olur. Xurşudbaniyə deyir ki, Fərəc bəy 2 nəfər polislə gəlib, sizi görmək istəyir. Xurşudbani deyir, necə? Mənim sarayıma polislə gəlməyi. Baxın, artıq xanlıqlar dövrü bitib, artıq Rusiyanın xalqı dövrüdür. Amma Xurşudbani bütün bu olanlarla razılaşmır. Düşünür ki, bura mənim sarayımdır, bura Fərəc bəy polislə gələ bilməz. Deyir, mənim sarayıma polislə gəlmək. Deyirəm, bu saat rədd olub getsin. Deyir, Daşdəmir yerindən tərpənmir. Nə üçün durmusan? Mirzə Ruhullah da deyir ki, yox Banu bəyim, polislə gəlibsə Daşdəmirin sözü ilə qayıtmaz. Xurşudbanu deyir, yaxşı, qoy gəlsin. Fərəc bəy daxil olur. Xurşudbanuya təzim edir. Xan qızı Xurşudbanuya hörmət və ehtiram. Nə ixtiyarla mənim sarayıma polis gətirmisən? Əgər vəziyyət məcbur etməsəydi, əlbəttə gəlməzdik. Ancaq yenə də məhz sizə dərin hörmətimizə binaən mən kiçik rütbəli çinovnik göndərməmişəm, özüm gəlmişəm. Yəni deyir ki, sizə çox hörmət eləmişəm, kiçik rütbəli zabit göndərməmişəm, hətta özüm gəlmişəm. Qala rəisinin müavinidir çünki. Xurşudbanu deyir, o, nə böyük nəzakət, niyə gəlmisiniz? Kinayə edir ona. Fərəc bəy deyir, Əlahəzrət imperator hökuməti adından cənab Seyid Hüseyni həbs etməliyəm. Nə üçün? Üzr istəyirəm ki, mən bunu sizə söyləyə bilməyəcəm. Ancaq Seyid Hüseyn bizimlə getməlidir. Seyid Hüseyn heç bir günah sahibi olmadığı üçün heç yerə getməyəcək. Ərz elədim ki, mən imperator hökuməti adından gəlmişəm. Xurşudbanu deyir ki, mən xan qızıyam. Seyid Hüseyn mənim ərimdir. Onu həbs etməyə sizin ixtiyarınız yoxdur. Fərəc bəy deyir ki, Seyid Hüseynin həbsə alınması barədə prokurorun sərəncamı var. Yəni onun bayaq senari qurdular ki, xalası oğlu əgər öldürübsə o adi bir adamdır. Deməli Seyid Hüseyn Cənubi Azərbaycandan göndərilən terrorçudur. 51 olub xalası oğlu ilə şahzadəni öldürüb. Belə düşünürlər. Fərəc bəy də deyir ki, Seyid Hüseynin həbsə alınması barədə prokurorun sərəncamı var. Xurşudbanu deyir, dedim ki, o heç yerə getməyəcək. Seyid Hüseyn deyir, Banu bəyim. Xurşudbanu Seyid Hüseynə deyir ki, dayan. Bura Mehdiqulu xanın sarayıdır. Yəni o heç yerə getməyəcək. Fərəc bəy deyir, bağışlayın Banu bəyim. Elə eləməyin ki, polis nəfərlərini içəri çağırım. Xurşudbanu qəzəblənir. Necə? Rədd ol bu saat, bu dəqiqə. Ona şillə vurur. Bir dənə sillə çəkir. Fərəc bəy təəccübdən özünə gələ bilməyərək siz dəli olmusunuz, nədir deyib çıxıb gedir. Deməli o Xurşudbanu ona şillə vurur. Çıx dedim. Dalbadal 2 dənə də şillə vurur və o keyliklə dönüb tələsik çıxır. Alçaqlar deyir Xurşudbanu. Nəvab deyir, afərin Banu bəyim. Qoy tarix görsün ki, şairə satqınların təhqirini cavabsız qoymadı. Nəvab deyir ki, yəni siz onu belə eləməklə satqınların təhqirini cavabsız qoymadınız. Tervaxan da deyir ki, şairəni təhqir etmək, şeiri, sənəti təhqir etməkdir. Mirzə Ruhullah da deyir ki, şairəni təhqir etmək, bütün xalqı təhqir eləməkdir. Yəni Xurşudbanu bu qədər dəyərlidir. Onun sarayına deməli kimsə cürət edib polislə gələ bilməz. Bu bütün xalqa təhqirdir deyir. Seyid Hüseyn qətiyyətlə deyir ki, Banu bəyim, onlar məndən əl çəkməyəcəklər. Ona görə də özüm gedirəm. Görək mənim günahım nədən ibarətdir. Əgər gəlməsəm darıxma. Hələlik ağalar. Seyid Hüseyn özü çıxıb gedir polisin ardınca. Sürətlə çıxır, ağır pauza. Birdən Xurşudbanu zəngi səsləndirir. Daşdəmir gəlir. Xurşudbanu deyir ki, tez karetanı qoşsunlar. Daşdəmir çıxır. Ağalar, mən bu saat getməliyəm canişinin yanına. Və Xurşudbanu gedir. Hansı ki canişin gəlmişdi. Tiflisdə görüşmüşlər. İndi canişin qalaya gəlib. Bu işlə bağlı gəlib qalaya. Xurşudbanu da deyir ki, mən gedib canişinlə görüşməliyəm. Belə əsərin sonunu digər bir video ilə tamamlayacağıq. Hər birinizə uğurlar, sağ olun.